Oruç tutmaq ən əzəmətli, böyük ibadətlərdən biridir və savabı, mükafatı artıqlaması ilə verilir və Allah Taala bu ibadəti məhz özünə aid edir. Yəni, bütün ibadətlər təbii ki, Allah üçün olunmalı. Allah ki, xüsusiləşdirib orucu. Ramazan orucunu Allah Taala ümumiyyətlə orucu xüsusiləşdirib. Necə ki, hədisdə keçir, Allah Taala buyurur ki, Adəm övladının hər bir əməli özü üçündür. Yalnız orucdan başqa o mənim üçündür, onun mükafatını mən verəcəyəm. Sonra Allah Rəsulü buyurur, nəfsim əlində olan Allaha and olsun ki, oruç tutan ağzından gələn qoxu Allah yanında müşk qoxusundan da gözəldir. Allah bak. Bəzən görsən, pis qoxu kiməsə əziyyət verir. Lakin sənin Ramazanda oruç tutmağın, bu ibadətin əsərindən ağzından gələn qoxu, indi aclıq qoxusu, mədə boşdur axı. Bu Allah üçün sevilir. Deməli, o ibadətlər ki, bax, onun əsəri var, lakin insanlar arasında biraz yaxşı qarşılanmazsa, onun əcri mükafatı böyütməz. Həclərdə. İnsan həccə gələndə görürsə, ehramda olur. Üst-başı bəzən tikli olur, indi ehramı dəyişə bilmirsən. Bir dənə ehramın var, 4-5 gün səninlədir. Yemək yeyəndə ləkə düşür və s. Özünə baxa bilmirsən. Həcdə olanlar bilir. Lakin bu hal Allaha sevimlidir. Niyə? Çünki ibadətdən törəyən haldır. İnsan özünə baxmasa, yaxşı hal deyil. Lakin həcc vaxtı, ibadət vaxtlarında bəzən insan özünə çox nəzər yetirə bilmir. Lakin Allaha sevimlidir. Məsələn, digər vaxtlarda misvaqdan çox istifadə edirsən. Niyə görə? Gözəl qoxu gəlsin deyə. Düzdür? Lakin orucluqda sənin 6, 7, 8 saat mədəni heç sən getirmir. İstərsiniz qoxu gələcək, yoxsa yox. Yanındakına əziyyət ola bilər. Lakin Allah üçün sevindir. Niyə? Çünki ibadətdən yaranan bir şeydir ona görə. Həmçinin Allah Rəsulü davam edir. Deyir, oruçların 2 dənə fərəhləndiyi fərəhi sevinci vardır. Biri iftar etdiyi zaman fərəhlənir. Digəri də Allahla qarşılaşdığı zaman orucuna görə fərəhlənir. İnsan iftar etdiyi zaman niyə fərəhlənir? Niyə sevinirsən, qardaş? Qarnımız doydu ona görə? Yox. Fərəhlənirsən ki, Allah Taala məni müvəffəq elədi. Mən orucu tamamlaya bildim. Tuta bildim. Bugün orucumu tamamladım. Günahsız əməllər etmədən orucumu tamamladım. Quran oxuyaraq, namaz qılaraq, zikr edərək fərəhlənirsən ki, orucu bugün tamamlamısan. Pozmamısan. Həmçinin qiyamət günü niyə fərəhlənir, qardaşım? Allah Taala ona xüsusi mükafatlar hazırlayıb, hesabsız, əvvəlsiz elə bir mükafatdır ki, görsən, Allah deyir, özümə aid eləmişəm orucu. Onun mükafatını özüm verəcəm. İndi nə verəcək? Allah ələm. Gözlərin görmədiyi, qulaqların eşitmədiyi, ağla gəlməyən nemətlər var. Buna görə fərəhlənir. Qiyamət günü Rəbbinlə qarşılaşanda, bax, bu ibadətə görə fərəhlənir ki, bax, Allah mənə oruca görə gör nələr verdi, bax, buna görə fərəhlənir. Həmçinin Müslimin rivayətində gəlir ki, Allah Rəsulü buyurur, deyir ki, Adəm övladı hər bir əməli artıqlaması ilə verilər. Bir yaxşılığı mükafatı ondan 700-ə qədərdir. Allah buyurar, orucdan başqa. O mənim üçündür, onun mükafatını özüm verəcəyəm. Çünki şəhvətini və yeməyini mənə görə tərk etmişdir. Şəhvətini və yeməyini mənə görə tərk etmişdir və buna görə Allah Taala ona əvəzsiz, hesabsız, həddi bilinmir nədir, miqdarı bilinmir nədir, ona mükafatlar verəcək artıqlanması ilə. Allah bizi onlardan eləsin. Həmçə Əbu Umam Əl-Bəhili, Allah ondan da razı olsun. Allah Subhanahu taala bütün sahabələrdən razı olsun, qardaşlar. Biz bugün nə oxuyuruqsa, öyrəniriksə, bu din gəlib bizə çatıbsa, bunların bu şeyin ən böyük səbəbkarı kimdir, qardaşlar? Sahabələr. Ona görə onları sevmək imandandır, onlara nifrət eləmək nifaqdandır. Nə qədər İslam düşmənləri var, görürsən bugün sahabələrlə hələ indi də düşmənçi edirlər. Allah onlara hidayət versin. Lakin sahabələrin qədrini bilən insan vallahi xoşbəxt insandır. Allah bizi onlarla bərabər cənnətdə eləsin. Onlar Peyğəmbər sallallahu aleyhi ve sellem bərabər cihad ediblər. Onun dininə yardım ediblər. Canlarından, mallarından, hər şeydən keçiblər. Hətta əzizlərindən belə. Bax, belə bir insanlar niyə sevməyəsən ki, qardaşım? Niyə sevməyəsən? Ona görə onları tanımaq lazımdır, qardaşlar. Düzdür, hamısı adını əzbər bilmir. Lakin elələri var ki, bilmək lazımdır. Xüsusən onların içərisində ən hörmətli olanlar var. Rəşidi xəlifələr və s. Bəzələri, Bədir əhlindən bəziləri. Müəyyən sahabələr var ki, onlar haqqında keçirdə tarixdə görürsən müəyyən şücaətlər olur. Onların müəyyən əməlləri var. Onun ki, sahabələr tanımaq lazımdır ki, niyə onlar kimi olaq deyə. Salihlərin həyatını oxuyanda insan təsirlənir və onlar kimi olmaq istəyir. Yoxsa bəziləri kim gedirlər, görürsən kimin gəldi həyatını oxuyurlar, özləri kimə gəldi bənzədirlər, vallahi faydasız insanlar. İnsan gəlir özünü yaxşılara bənzətsin. Onlar da kimlərdir? Peyğəmbərlər və onların yolunu tutub gedənlər. Allah bizi onların yolunda daima sabit eləsin. Deməli, Əbu Umam Əl-Bəhili, Allah ondan razı olsun, deyir ki, Allah Rəsulundan soruşdum, hansı əməl daha əfsəldir, daha xeyirlidir, üstündür? Buyurdu ki, oruç tut. Çünki deyir, onun tayı bərabəri yox. Nə gözəl əməl, oruç tutmaq. Ona görə təkcə Ramazan yox, insan çalışmalıdır ki, nafilə oruclarına da həris olsun. Çünki deyir, onun tayı bərabəri yox.
Zaten Allah özü deyir ki, mənim üçündür, mükafatını özüm verəcəm. Xüsusiləşdirib. Görün indi nə mükafatlar var. Deməli, bənzərsiz bir ibadət. Tayı bərabər olmayan bir ibadətdir. Bu ibadətə həris olmaq lazımdır, xüsusən Ramazan orucuna.